Peygamberin kemali cemaline salavat edeyelim. Allahümme salli ala Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-senâ'u lillahi rabbil alemin vel âkıbetu lil muttakin. Summa salatu ve selamu ala Resulillahil emin. A'ni Ebel Kasimi Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi teyyibine tahirinel ma'sumin. Seyyama namusu dahr valiyyel asr Hüccet ibnil Hasan Accelallahu Teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, İmam-ı Zamanın salamat olması, Nazenin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat ediyələ. Allahümme salli ala Muhammed ve ali Muhammed. İlahi ədəb növbəti mərhələdə biz düzdür biraz fasilə olub arada, biraz xatırlatma eləyim birinci məsələyə. Mövzu bu idi ki, biz ağlımızdan və elmimizdən istifadə etməliyik və ədəbimizi düzəltməliyik. İlahi ədəb deyəndə biz demişdik ki, bu zahiri ədəb ki var çöldə, biz bunu demirik. İlahi ədəb necə, məsəl üçün, toplum bir sözü işlədirsən bir yerdə, ilahi ədəb deyəndə içində zahiri və batini, bütün hər nə var ki, o şeylər topalanar bir yeri, insanı çatdırar Allaha. İlahi ədəb deyəndə ondan söhbət gedir. Ədəb sözü tek işdənsə biraz cılız görsənir. Amma bizim mövzu ki qoymuşuq ilahi ədəb, bunun içində hər şey var. Bütün məsələlər, fərdi və ictimai, hətta ilahi ədəbin mövzusunun içində demişdik ki, o kollektiv ki bir işdə işləyir, məsələn 5 nəfər, 10 nəfər, 50 nəfər, kollektivin içində insan özünü necə aparmalıdır, hətta o da buna aiddir. Deməli, ilahi ədəb cami-i əfraddır. Özünə aid bütün məsələləri müsbət tərəfdən toplayır və həm də mane-i əğyardır. Mane-i əğyar sözünün mənası budur ki, məsəl üçün icazə verməz fəxr bura daxil olsun. Ücb, riya məsələn bura daxil olsun. Mane-i əğyardır. Əğyar bizdə də deyir, mesela şeirlərdə var, qəzəllərdə var, Füzuli və sairində. Əğyar. Əğyar yəni naməhrəm. Əğyar yəni bura aid olmayan. İlahi məsələyə fəxr əğyardır. Naməhrəmdir. O bura daxil ola bilməz. Çünki afətdir axı. Çünki məhvedəndir. Məhvedən olduğuna görə o bura daxil olmaz. Deməli, ilahi ədəb ki mövzunun adı qoyulub, cami əfraddır. Hər növ mövzu var, Allah ilə bəndə arasında hamısı burada bəhs olunur. Ona görə bu cür qoyulub. Və o toparlam, mən bunları xatırladıram ki, yadımıza salaq o bundan qabaqki bəhsdə. İnsani ədəbi hasil etməyin yolları. Biz sonuncu dəfə bu bəhsdə qalmışdıq. İnsani ədəbin
hasil etmə yolları, yəni biz istəsək insani ədəbi hasil edək, hansı yollardan istifadə etməliyik? Bir yolu demişik. O, ağıl və elm yolu idi. Ki, onu bəhs eləmişik. Ki, dedik, insan istəsə ədəbini hasil eləyə, ağıl və elmdən istifadə etməlidir. Ağıl və elm hər ikisi cami mənada. Yəni, ağıl deyəndə vəhimdən, xəyaldan və hissdən ari, boş olan ağıl. Ondan söhbət gedir. O insan əvvəldə məsələn ətraf ona elə qulluq etməlidir ya, valideynlər övladına elə baxmalıdır ki, hissi xəyal bilməsin, xəyalı vəhim bilməsin, vəhmi ağıl bilməsin. İnsan əgər hər hansı bir mövzuda adına uyğun məsələni tapırsa, orada çaşa bilməz. Mən məsələn, qabağıma 4 dənə şey qoyublar. Armudu stəkan, krustal stəkan, yarım krustal stəkan, bir də tünük stəkan məsələn. Mən bunların adlarını bilirəm də. 4'ü də stəkandır. Amma mən bunların adını bilirəm ki, bu armududur filan. Bir məsələ qabağına çıxsa, o məsələni həll eləsən. İndi bilməlisən ki, məsələni hissinlə həll elədin, xəyalınla həll elədin, vəhminlə yoxsa ağlınla. Neynə həll elədin bu məsələni? İnsan bilməlidir bunu. Bir də görürsən ki, bir məsələni gəlib həll eləyirsən. Görürsən, 2 nəfər söhbət eləyir, aralarında mübahisə düşüb. Sən də gəlsən 3-cü adam kimi müdaxilə edirsən söhbətə. Hər iki tərəf sözün deyir, düz də həll eləyirsən məsələni. 100% düz həll eləyirsən, amma nəfsin üçün ondan istifadə edirsən. Deməli, burada ağıl məsələni 100%lik həll etməyib. Hiss qarışıq, nəfs qarışıq ağıl həll eləyib bunu. Çünki sən bu məsələni həll edəndən sonra özün üçün istifadə edirsən bunu. Aydındır? Nəfsün müdaxilə eləyib. Əgər məsələni qoyub çıxıb geçsəydin, yəni həll edəndən sonra, qoyub çıxıb geçsəydin və onlardan heç bir şey tələb etməsəydin, bu və ya başqa mənada, yəni hər mənada heç nə tələb etməsəydin, onda bəlli olardı ki, sırf ağıl işləyib burada. Amma mən görürəm ki, burada sırf ağıl işləməyib. Sən ağılı kullanmısan, işlətmirsən ağılı, amma kök nəfsi qərar vermirsən. Bu artıq Allah üçün işləmir. İnsan bilməlidir ki, neyi harda işlədir. Mən məsəl üçün gözümü yumum, əlimi belə-belə eləyəndə ki, bir şeyi axtarıram, ətrafımda olan şeyi axtarıram, əlimi bura verəndə bilirəm ki, bunun adı nədir? Çünki bilirəm də o məlumat var məndə. So, axtardığım şeyi də əlimi vururam, bunu götürürəm. Düzdür? Və mən bunu nə ilə axtardım? Ağılla axtarmadım ki, hissimlə axtardım. Xəyalla axtarmadım, vəhimlə axtarmadım. Mən bunu hissimlə axtardım və hissim də mənə bunu nədir? Düz verdi. Əgər sən bunu məsələn vəhimlə axtarsan ki, tapmazsan. Çünki vəhimdə hiss yoxdur. Vəhimlə hissin arasında hələ bir mərhələdə var, xəyal var. Bunlarda diqqət eləmək lazımdır. Neyi nə ilə tapırsansa, onun adını birinci bilməlisən. Belə. Deməli, ağıl və elm. 2 şey var. Birinci yoldur bu. İnsan istəsə, insani ədəbi təhsil eləsin, hasil eləsin, ortalığa çıxartsın, başa düşsün, dərk eləsin. Bunun üçün bir neçə yol var. Birinci yol nə idi? Ağıl və elm haqqında danışmışıq. İkinci yol. İkinci yol zahirdə sadə görsənir. Batində ən üstün yollardandır. Ağıl qədər, elm qədər üstün yoldur. Yəni, bir əməli təkrar etmək, əməli təkrarlamaq, ağıl qədər
elm qədər, o ki birinci yol dedim, ağıl və elmin vasitəsilə insan insani ədəbi təhsil eləyir. İkinci yol nədir? Əməli təkrarlamaq. Əlbəttə, əməli tanıyandan sonra təkrarlamaq. Bu şərt. Tanımadın, o əməli təkrarlamağa icazə vermirlər. Burada iki məsələ var. Məsəl üçün, böyüklər əyləşiblər. Böyük deyəndə 15 yaşından sonra. Böyüklər əyləşiblər. Bir nəfər uşaq girdi içəri. Deyək, 2 yaşında. Uşaq girdi içəri, bir hərəkət elədi. O hərəkət pis hərəkətdir. 15-dən yuxarılar bilirlər bu pis hərəkətdir. Amma o uşağın elədiyinə nə edirlər? Gülürlər. Yəni onu pis qəbul eləmirlər. Niyə? Çünki uşaqdır da, 2 yaşı var. Deyirlər, bilməyib də, yəni uşaq. Amma 15-dən yuxarılar bunu eləsəydi, göz ağardardılar onun üçün ki, bu nə hərəkətdir yəni. Niyə ondan qəbul edirlər, bundan yox? Çünki o ağıl yoxdur. Uşaqda 2 yaşı var. O onu nəql eləyir. Kimdənsə görüb nəql eləyir. Özü onu istehsal eləmir. Başqasından görüb onu eləyir. Hətta bu halda ki, onlar gülürlər o ki, uşaqdır, valideyn orada göz ağartmalıdır. Gözlə, vurmaq zad yox, göz ağartmalıdır ona. O uşaq bilsin ki, bu hərəkəti təkrarlamaq olmaz. Əgər sən göz ağartmasan, onu bir də təkrarlayacaq. Sonra bir də təkrarlayacaq. Bilənə qədər ki, bu pisdir. O onu təkrarlayacaq. Sonradan istəsən onu ondan çıxartırsan, çıxartamayacaqsan. Təkrar o qədər mühüm məsələdir. Bir əməli təkrarlamaq mühüm məsələdir. Ona görə dedim ki, düzdür bunu ikinci yerə qoyublar. Əlbəttə, yeri də oradır. Ağıl və elmdən sonra qoyublar. Amma ağıl və elm qədərdir bir əməli təkrarlamaq. Ona görə dedim, ikinci yol əməli təkrarlamaqdır, bu dırnaq içindədir. Mötərizə arasında ondan sonra salarsan ki, tanıdığı əməli. Yəni, hər əməli yox. Bəs birinci yol nədir? Ağıl və elmdir. Ağılla və elmlə, yəni ağıl və elmin köməkliyi ilə bir əməli tapdım ki, düzdür. İkinci yol təkrarlamaqdır. Bildik? Köhnə bəhslərimizdə biz bunun adını çəkmişdik. Təkrarlayıram bunu da, burada lazım deyənə. O bundan ibarətdir. İnsan iki şeyi bilməlidir. Bir hədəfi bilməlidir. Hədəfi. Bir də insani sərhəddi bilməlidir. Əgər mən hədəfimi bilməsəm, yəni insan hədəfi bilməsə və insani sərhəddi bilməsə, o ən azı mavi olacaq. Ən azı mavi olacaq. Çünki maviyə insanlıq sərhəddini tanımayan adamdır. Bugün məsələn Trump. Bu insanlıq sərhəddini pozan adamdır. Bilirsiniz necə? Heç tanımır ki, pozsun. Onun üçün bu hərəkət insani hərəkətdir. Onun üçün məhdudiyyət yoxdur. Amma əslində düzdür, insan içində heyvani tərəfi var. Amma məhdudiyyəti var ki, onu sən çölə çıxarta bilməzsən. İnsan hər sözü hər yerdə deyə bilməz. Bu deyir. Bildiniz? Niyə üçün sərhəddi yoxdur? İnsan azaddır. İnsan azad xəlq olub. İnsan azad xəlq olub elə nə bilirsən danışdır. Və niyə uşaq üçün, 2 yaşında uşaq üçün niyə göz ağardırsın? Təsəvvür eləyin, 8 milyard insan 2 yaşında uşağın hansı ki pis əməldir etməyinə göz ağardır.
70 yaşındakı ondan daha bədtərin eləyir, danışmır. Səncə nə mane olur buna göz ağardır? Çünki bunun üstündə nüfuzu var. Ona deyə bilmir. Çünki onun bunun üstündə nüfuzu var. Deməli, insan burada ağlından istifadə etmədi, göz ağartdı. Amma özü elə bilir ki, ağlından istifadə elədi. Gördünüz, vəhm imiş, gördünüz, xəyal imiş, gördünüz, hiss imiş, nəfs imiş. Ağıl görmüş. Ağıl olsaydı, buna göz ağartdığımı ona da eləyərdim. Onda deyərdim sənə ki, nədir? Ağıldan istifadə elədin. Çatdıra bildim fikrimi? Deməli, o ki deyirik, bir əməli təkrarlamaq ikinci yoldur ki, insan insani ədəbi təhsil eləsin, hasil eləsin, düzəltsin, belə deyək. İkinci yoldur. Hansı dedik? Hansı əməli? Tanıdığı əməli. O tanıdığı əməl iki haldır. Bir, elə bil əməli ağlın hökmləri. İkinci, yəni o hədəfdə əməli ağlın hökmləri. İkinci insani sərhədlər. Onu qorumaq şərti ilə. Yəni əməli təkrarlayacaqsan, hansı əməli? Bilməlisən ki, bu əməl əvvəla əməli ağıldan doğub, onun məhsuludur. Bir. İkinci, insani sərhəddinə aiddir. İnsani sərhəddə aiddir. Bu iki. Bu iki şeyi bilsən, biləcəyəm ki, bu əməl məni hədəfimə çatdıracaq. Bildiniz? Çünki kökü ağıl və elmin üstündə qurulub. Və indi mən başlayıram onu təkrarlamağa. Təkrarlamaq məqsədim nədir? O sonraki söhbət. Getmişsən bir məclisə, indi belə şeylər çoxdur. Bəzi tribunalarda da səslənir. Şou xəbərlər. Tribunalarda da vardı. Diqqət, diqqət. Hər kəs bu iki rükət namazı qılsa, belə olacaq. Görmürsünüz də? TikTok doludur belə şey. Diqqət, diqqət. Hər kəs 3 gün dalbadal sədəqə çıxarsa, 4 rükət namaz qılsa, namazı buculuq olsa, şou. Məndən nə olacaq? TikToka baxırsan, girmirsən, gecə saat 2-dir. Birdən çıxdı qabağıma ki, 2 rükət namaz qılsan, belə olacaq. Getdin dəstəmaz aldın, gəldin bu 2 rükət namazı qıldın. Niyə qıldın? Niyə? Sən də düşdün o şounun içinə. O şounun içinə düşdün. Mən zöhr namazı niyə qırıram ki? Düşünlər namaz qılandır. Bu namaz batildir ki. Bu namaz batildir. Düşünlər namaz qılandır. Mən niyə namaz qırıram, vacib namazı? Niyə qırıram ki? Allah deyib ki, qılsan cəhənnəmə getməzsən. Buna batil demirəm. Mən niyə vacib namazı qırıram? Deyiblər ki, məsələn, filan şey belə olsa, yəni vacib namaz olsa, belə olacaq, məsələn. Biri-birinə demişdi ki, çox kasıbçılıqdır. O da demişdi, gəl namaz qıl, yaxşı olacaq. Namaz qılanın pulu olur, imkanı olur. Deyib də. O da gəlib başlayıb, 2 rükət yoxdur, 4 rükət yoxdur, 6 rükət yoxdur. Gündə o 7 rükət namaz qılır, yoxdur. Hələ olduğu da nədir? Gündə 10 ma gəldi, indi 9-8 olub. Bu namazı atar da bu. Namaz axı insanın cibini doldurmur. Namaz başqa şeydir. Cibin dolu olmağı, boş olmağı başqa şeydir. Bunlar eyni mövzu deyirlər. Bəs niyə görə sən bunu dəvət eləyəndə iki mövzunu qatdın bir-birinə? Ruzunu da getirdin, qatdın bunun içinə. Ki bunlar başqa-başqa mövzudur. Başqa şeylə həll olur bu şeylər. Amma biz nə edirik? Qatdıq bunları bir-birinə. İnsan o show bizneslərin, belə deyək, elə adı üstündə deyək, show biznes. Yəni onların şovusunu eşidib, o sürüyə düşüb gedirsənsə, sən də o sürüdən birisən. İnsan o görürsən 1000 dənə
qoyundur, qatılıb gedir. Görsən ki, bu qoyun dəstəsi mindənə yoldan çıxmır. Məsələn, boş-boş döngələrdir, sağa dönürlər, sola dönürlər. Düz gedə bilərlər ha. Təpə dör, dərə dör. Amma görsən sağa dönürlər belə, sola dönürlər. Bir xəttin üstündə gəlirlər. Bilirsən ki, qabaqda bir keçi var. Ki boş-boşuna getmir ki bu. Bildiniz? İndi bunun içində misal üçün inək olsa, ya camış olsa, qoyunlar sağa sola dönəcəklər, camış dönməyəcək. Camış elə düz gedəcək. Çünki camış heç nəyi qəbul eləmir. Bildiniz necə? Qoyun yenə qabaqda bir keçini qəbul eləyir. Camış heç nəyi qəbul eləmir. Bu misal düzdür, biraz ağır misal ola bilər. Nə bilim, biraz gedər, üzr istəyirəm sizdən, təhqirə qədər ola bilər. Kimsə belə güman eləyər eşidəndə. Amma əslində mən başqa fikrim var bunu deməkdə. Əgər bu sürünün içində bu qoyundan əlavə başqa bir heyvan varsa, öz xislətini eləyəcək. Yəni ayrılacaq oradan. Bildiniz necə? Düşdün kütləyə, 1 milyon kütlənin içində düşdün ki, gedirsən. Əgər sən özvü bunlardan eynisindən bilirsən ki, qabaqda bir nəfər var, onu hesablayıb. Bildiniz necə? Yox, əgər səni buradan ayıran ağıldısa, sən mütləq o dəstədən ayrılacaqsan. Çünki ağıl o sürünün içində gedə bilməz. Öküz öküzdür, qoyun qoyundur. Öküz qoyun sürüsünün içində gedə bilməz. Çatdırdım fikrimi? Yəni, hər tip özünə görə eləyir bunu. Yəni, insan ağılla hərəkət eləsə, ola bilər 1 milyard deyər ki, indi gündüzdür. Amma tək bir nəfər çıxar deyər nədir? Gecədir. Və bu mümkündür. Burada kəmiyyətin sözü keçmir. Burada sırf ağlın, elmin sözü keçir. O ki, birinci mərhələdir. İkinci mərhələ dedik nədir? Əməli təkrarlamaq. Əməli təkrarlamaq. Hansı əməli? O əməl ki, özül, ağıl və elmdir. Yəni, qayıdır birinciyə. O əməl ki, insani mərz və sərhəddi tanıyır. O əməl ki, hədəfə aiddir. O əməl ki, ağlı əməli surətə salır. O əməli təkrarlamaq. Yəni, hər əməli yox. Bu əməli təkrarlamaq, təkrarladıqca nədir? Gedib həqiqətə nail olacaqsan. Burada bir rivayət var. İmam Sadiq əleyhissalamdan. Rivayət çox böyükdür. Əvvəli, axırı var. Amma mən bir hissəsini qeyd eləmişəm. Bizə lazım olan qədərini. Qalə Əbu Əbdillah əleyhissalam fi qavlillahi azza və cəl. Quranda Loğman surəsi var. Loğman surəsində Həzrəti Loğman oğluna nəsihət eləyir. Nəsihətdə bir cümlə var. O cümləni deyir. İmam Sadiq əleyhissalam bu ayəni götürür, dalıca məsələni həll eləyir. Ki, birbaşa aiddir bizim məsələyə. Və iz qalə Loqmanu libnihi. O vaxt ki, Həzrəti Loqman dedi oğluna. Və huvə yə'izuhu. Bir halda ki, moizə edirdi ona. Yəni, küçədə gedə-gedə demirdi. Yəni, sözü belə qiymətsiz çölə atmayıb. Və huvə yə'izuhu. Bir halda ki, oğluna vəz edirdi, moizə edirdi. Həzrəti Loğman elə belə adam olmayıb da, bilirsiniz. Sözü küçəyə atan adam olmayıb. Ya bunəyyə, ey oğlum, la tuşrik billah. Allaha şərik qoşma. İnnə şirkə lə zulmun azim. Çünki şirk böyük zülmüdür. Yəni Allaha zülmüdür. Sən əgər Allaha şərik qərar verirsənsə, zülm eləyirsən. Riyakar nədir? Riyakar zülm eləyir də. Əməli riya eləyib başqasına göstərirsənsə nədir? Başqasını Allahla paralel verirsən. Allah baxır, bu da baxsın. Zülm edirsən, bunu Allaha bərabər eləyəsən. Allaha hər kəs, hər hansı bir şeyi
Kəmiyyətcə balaca ya böyük, keyfiyyətcə balaca ya böyük, Allaha paralel bilirsə, Allaha zülmüdür. Ən aşağısı zülmüdür. Ən yuxarısı da nədir? Müşriksən də. Allah Teala hətta deyir ki, mənə bir zərrəni şərik qərar versənsə, Allah buyurur nəcisdir. Birbaşa Allah buyurur nəcis. Quranda ayə var. Allah Teala buyurur ki, müşriklər nədir? Nəcisdir. Niyə nəcisdilər? Çünki Allaha şərik qoşublar. Başqa yerdə nəcislik yoxdur ya. Şirkdə nəcasət var. Çünki Allah buyurur ki, sən mənə zülm eləyirsən. Mənə neysə şərik qoşursan. İmam Sadiq əleyhissalam bu ayəni götürür. Qalə, İmam Sadiq əleyhissalam buyurur. Fəvvəəzə Lokmanu libnihi bi asar. Deyir, moizə etdi həqiqətən də Loğman oğluna şirkin asarını, təsirlərini, təsirlər haqqında danışdı. Ki, şirk nə barədə təsir eləyir, nə inir? O təsirlər haqqında. Ya bunəyyə, ey oğlum, in təəddəbtə səğirən, intəfə'tə bihi kəbira. Deyir, ey oğlum, bunu İmam Sadiq deyir, bu ayədə deyil. Ey oğlum, diqqətdən qulaq asaq bu silsiləyə. Əsas yer buradadır. Ey oğlum, in təəddəbtə səğirən, əgər cavanlıqda bir işi etsən, yəni ədəb təəddəbtə, yəni əgər cavanlıqda ədəbivi düzətsən, intəfə'tə bihi kəbirən, yaşlaşanda o ədəb ki, cavanlıqda əldə etmirsən, mənfəət verəcək sənə. Qocalanda mənfəət verəcək sənə. Yəni, bu nə deməkdir? Bir dəfə bir əməli etdin, mənfəətin almayacaqsan. Qaçma. Var axı bizdə. Sübh namazını durmuşuq. Bir dəfə qismət olub da. Durub. Qılıb sübh namazın. İndi gün ortadır. Məsələn deyirəm də gün orta. Bir dənə yağış yağır. Dəhşət. Allaha deyir ki, ilahi, saxla bu yağışı. Kürükə namazı var. Cəmaat 40 ildir. Əlləşir, vuruşur ki, sübh namazını qəzaya verməsin. Cəmaat 40 ildir nalə eləyir. Nalə eləyir Allah qabağında. Nalə. O 40 il nalə edən bu cürəti etməz. Bu kürükət namazla nə edir? Sinəsinə vurur. Yəni, bu yaxşı əməl ki, cavanlıqda edəcəksən, mənfəəti indi deyil. Mənfəəti sənə sonra olacaq. İndi mənfəəti indi almayacaqsan. Sonradır. Bunu bildik. İndi bunu biləndən sonra İmam Sadiq əleyhissalam keçir mərhələyə. Bir mərhələlər deyir. 1, 2, 3, 4. Yəni bu 4 dənə mərhələ biri-birindən asılıdır. Əgər 1 alınmasa 2, 3, 4 alınmayacaq. 1 alındı, 2 alınmasa 3, 4 alınmayacaq. Ola bilər ki 1 alınıb, 2 alınmırsa deməli 1-də problem var. Bunlar bir-birinə bağlı olan şeylərdir. Silsilədir. Yəni sən bu silsiləni yerinə yetirməsən, bu mərhələyə düşməsən, sən gedib heç vaxt məqsədə çatmayacaqsan. Sənə deyiblər ki, məsələn, Nil çayının axırıncı tökülən yerində bir nəfər səni gözləyir. Bu əşyanı at geçsin ora. Sən də elə bir yerdəsən ki, Nillə sənin aranda olan o kanalın 10 dəfə fərqi var. Nə mənada? Bu ora tökülür, ora tökülür, ora tökülür. Bu Nilin özü deyil. Nil çayının özü deyil.
Qıra kanallardır. 10 dəfə hələ Nildən qabaq. Sən bu əşyanı bıraxsın, o ora gəlib çıxa bilməz. Özünü hara qoşmalısan? Nil deyilən şeyə, kanala yox. Nil çayından bir ton suyu getirib bir yerə töksün çərhözə, deməzlər bu Nil çayıdır. Deyərlər Nildən gələn sudur. Deməzlər Nil çayıdır. Nil çayının əvvəli ilə axırı eynidir. Kanala tökülən Nil çayı. Nil çayının suyudur, nə Nilin özüdür. Aydındır? Biz əgər Allaha tərəf gediriksə, aparıb özümüzü o selin içinə atmalıyıq ki, o bizi aparsın. Sən kanalları açsın, kanallarda nələr var? Kanalda suyun qabağına alan dəmirlər qoyurlar. Baraj. Barajları qoyublar, keçə bilməyəcəksən. İblis bir səndə qədər baraj qurub. Ona görə insana deyirlər ki, əlləş vuruş, özü həmən o selin özünə at. Hansı ki, Nil çayının bu başından o başına barajı yoxdur. Bütövdür, çay bütövdür. Barajlar hamısı olur kanallarda. Ya bunəyyə, in təəddəbtə səğirən, in təfə'tə bihi kəbira. Əgər cavanlıqda ədəbləndirdin özünü, mənfəəti qocalıqdadır. Bunu dedik. İndi silsilə belə başlayır. Və mən ana bil ədəbi ihtəmmə bih. Birinci mərhələ. Və mən ana bil ədəb. Bir insan inayət eləsə ədəbə. Yəni, fikri budur ki, ədəbli olsun. Qəsd qoyub ki, ədəbli olsun. Və mən ana bil ədəb ihtəmmə bihi. Himmət kəmərin bağlayacaq ona tərəf. Mən əgər ədəbli olmaq himməti məndə baş verməyibsə, deməli mən ədəbə tərəf inayət eləməmişəm. Prosta deyirəm, sadəcə olaraq. Ədəbli yaxşı şeydir. Yox, mən də ədəbli olacağam. Bir də görsən ki, bu cümləni 15 yaşında demişdi. 40 il stajı var bu cümlənin. 40 ildir deyir. 55 yaşı var. 40 ildir deyir elə. Bəzi cümlələr var, stajı çoxdur. Demişik, yəni eləməmişik. Elə deyil? Yaşımıza uyğun elə bizdə də var. Bir daha xatırlayın, mənə deməyin. Bir-birinizə deməyin. Gedərsə evdə özünüz, doğrudan ha, mən filan sözü 5 il bundan qabaq demişdim. Artıq 5 il üstündən keçib, 5 il stajı var o cümlənin. Amma indiyə qədər eləməmsən. Bizə nə qədər belə sözümüz var, söz vermişik, stajı çoxdur. Amma əmələ keçməyib. Nə qədər belə şeylər var. Bəs birinci nədir? Buyurur, və mən ana bil ədəb. Bir nəfər inayət eləyə ədəbə, yəni ciddi tuta, vahtəmmə bih. Himmət kəmərin bağlayacaq. Və mən ihtəmmə bih. Hər kəs himmət kəmərin bağladı, ki, da vəssalam qutardı. Ədəbli olacaqam, təkəlləfə ilməhu. Özünü mükəlləf biləcək, o haqda elmi öyrənsin. Yəni, elmi götürüb qoyacaq çiyninə. Və mən təkəlləfə ilməhu. Hər kəs o elmi mükəlləf oldu, bildi, götürdü, qoydu çiyninə. İştətə ləhu tələbuhu. Şiddətlə onu tələb edəcək. Və mən iştətə ləhu tələbuhu. Hər kəs şiddətlə o elmi tələb etsə, ədrəkə mənfəətəh. Dərk edəcək o mənfəətin. Silsiləni görsən, bunu etməsə, bunu etməsə, bunu etməsə, bunu. Bir-birinə bağlıdır. Pəs birinci nədir? Birinci elə belədir. Ədəbə inayət 1. Bunlar hamısı 100'dir ya. 50, 30 yox. 50, 30 olsa qarışıq olacaq. Birinci budur. Bir nəfər 100% inayət elədi ki, ədəbli olmaq istəyirəm. Növbəti mərhələ, ikinci. Ədəbə himmət eləyəcək. Bu 2. Bir adam himmət eləsə, ədəbin elmini nə eləyəcək? Mükəlləf olacaq. Ədəb haqqında elmi yığacaq boynuna.
Bu 3. Hər kəs mükəlləf oldu, o elmi gətirdi boynuna, 4-cü mərhələ keçəcək. Şiddətlə o elmi tələb eləyəcək. Yəni acdı, ancaq istəyir ki, Allah verəni yesin. Təsəvvür edirsən? Bu 4. Hər kəs şiddətlə elmi tələb edirsə, ədəbdən mənfəət alacaq. Ədəbdən mənfəət alan adam kimdir? Bu mərhələləri keçənlər. Əgər bir nəfər inayət eləsə və sonda ədəbin mənfəətini dərk etsə, bilsin ki, ortalıqda bu mərhələni keçib. Başqa cür mümkün deyil. Heç cür hərəkət eləməyəcəksən. Bunlar hamısı 100-100 olmalıdır. Proqram qoymuşam qabağıma. Mən, məsələn, hər gün 50 dənə yoxlayacağım. Və mən bunu 10 ildə eləyirəm, məsələn. Təsəvvür edirsən? Bu nə deməkdir? Əməli təkrarlamaqdır da. Bunu istəyir deyə ya. Sonda bilirsiniz, İmam Sadiq Əleyhisselam nə buyurur? Buyurur, fəttəxizhu adətən. Bu rivayəti ona görə bunu bəhsə salmışıq da. Bəhsin mövzunun adı nədir? Əməli təkrarlamaq. Buyurur, fəttəxizhu adətən. Buyurur, o ki dedimə, bu mərhələlər keçməlidir ya. Bunların hamısı fəttəxizhu adətən. Adət olsa olacaq. Adət nə deməkdir? Adət sözünün mənası, ərəb sözüdür adət sözü. Aud, məad sözündəndir. Adət, yəni bir əməl elədin, ikinci dəfə eləyirsənsə, qayıtdın o birinci əmələ. Üçüncü dəfə eləyirsənsə, qayıtdın birinci əmələ. Eyni əməli təkrar eləyirsənsə, o düşüb artıq nəyə? Adətə. Ona deyirlər mələkə. Ən birinci dərslərdə bəhs eləmişdik, biz yadınıza gəlsə o vaxt, mələkə. Bir insanın əməli görə mələkəyə çevirirsin. Mələkə nə deməkdir? Əlbəttə, ortalıqda çox çətindir. Mən sayıram bu mərhələləri. Siz deyəcəksiniz ki, mən bunu necə başlayayım? Özdə səxavət deyirsən ki, 100-100. Mən necə 100% inayət eləyim ədəbə? Mən necə 100% himmət kəmərini bağlayayım? Bağlayaram 10%. Onda da mən gedə bilmədim. Yığışdırım qoyum qırağa. Məndəki 100-ə alınmır. Da yığışdırım qoyum qırağa. Xeyr, bu əvvəldə çətindir. Amma bir əməl bir neçə dəfə təkrarlanan sonra çox rahatdır. Biz bunu bilsək, biz o tərəfə hərəkət eləyərik. Fəinnəkə təxlufu fi sələfik. İndi əvvəldə deyib axı, oğlum, cavanlıqda ədəbləndirdin özünü, mənfəəti harçandır? Axırdadır. Yəni, qocalanda mənfəət alacaqsan ondan. Orada İmam Sadiq Əleyhisselam axırda bir cümlə ilə onu belə deyir. Fəinnəkə təxlufu fi sələfik və təntəfi'u bihi xəlfək. Sələf arxamdır, babalarım, cinsim, nəslim. Xələf mənim qabağımdır. Yəni məndən sonra gələnlər. Qohum, əqraba. Sələf pəs arxadır, xələf qarşı. Deyir, əgər İmam Sadiq Əleyhisselam buyurur ki, Həzrət Loğman bunları deyib oğluna. Oğlum, bil, əgər bu silsiləni keçə bilsin, fəinnəkə təxlufu fi sələfik. Nümunə olacaqsan köhnə nəslüvə və təntəfi'u bihi xəlfək. Qabaqda gələn nəslün səni nümunə götürəcək. Yəni, köhnəyə nümunəsən, gələcəyə də nümunəsən. Ülqu olacaqsan, nümunə olacaqsan. Deyəcəklər ki, ayıbdır sənin üçün, sənin aton filan kəsdə axı. Bildir necə? Onu etməyəcək. Fikirləşəcək ki, atam filan kəsdə etməməliyəm. Bildir necə? Nəslinə riayət eləyəcək. Deməli, bir insan 15 yaşında ədəblindirsə özü, məsələn, 60 yaşında artıq özündən arxaya, yəni arxadakılara, köhnələrə nümunə, amma gələcək üçün ülğu olacaq. Yəni ona baxacaqlar və onun elədiklərini eləyəcəklər. Bu çox mühüm məsələdir. Bu silsilədə diqqət eləyərik. Elhamdülillahi Rabbil aləmin. İnşallah gələn bəs 3-cü yolu ərz eləyəcəm. Pəs 2-ci yol nə oldu? Təkrar. Hansı əməli təkrar eləmək? Bildikim.
ağıl və elmin üstündə qurulan əməli təkrar eləmək ikinci yoldur və o əməl ki, insanın hədəfinə aiddir, insani sərhəddi qoruyandır, insani sərhəddi tanıtdırandır, qoruyandır və orada əsas məsələ də əməli ağlın hökmlərinin üstündə. Salavat edin. Allahümme salli ala Muhammed və ali Muhammed.